Herkese salam. Bugün sizinle Temu siparişimi paylaşacağım. Bu arada kanalıma abone olmayı da unutmayın. Ümumilikdə 53 manat 42 qəpik ödəmişəm və 16 ədəd məhsul sifariş vermişəm. Üzük ölçüsünü tənzimləmək üçün müxtəlif ölçülərdə belə bir rezin sifariş vermişəm. 1 manat 67 qəpik idi. Kəpənəkli stiker 1 manat 85 qəpik. Gilaslı stiker isə 2 manat. Hanımlar, bu isə dırnağı düzəldərkən ölçülərini tənzimləmək üçün balaca maqnitlərdir. Bunu isə 1 manat 65 qəpiyə almışam. Bunu isə 1 manat 98 qəpiyə. Bu fırçanı 1 manat 85 qəpiyə aldım. Hamamın küncləri üçün sipariş vermişəm. Göründüyündən daha keyfiyyətlidir, sərt və keyfiyyətlidir. Tək dipçək gülünü 3 manat 23 qəpiyə. Ənlik və highlighter dəstini 5 manat 42 qəpiyə ikisini bir yerdə almışam. Pigmentasiyaları çox gözəl idi. Missilindən dodaq parlatıcısını 1 manat 88 qəpiyə almışam. Bu da çox gözəl idi. Bu fırça dəsti isə 3 manat 76 qəpik idi. Düşündüyümdən də keyfiyyətli məhsullar idi. Belə gözləmirdim açıkçası. Bunu isə 2 manat 72 qəpiyə almışam. İçərisində 100 ədəd var.
Qaş üçün kiçik tempoletini isə 3 manat 64 qəpiyə aldım. Pigmentasiyası bunun da çox gözəldir. Çox razı qaldım bu məhsuldan da. Evdə olan salatalları yığmaq üçün belə bir setka aldım. Çox işimə yarayacaq. Çox razı qaldım bu məhsuldan da. 1 manat 94 qəpik idi. Bunu isə 1 manat 65 qəpiyə aldım üçünü bir yerdə. Bunların 4'ünü bir yerdə 7 manat 96 qəpiyə aldım. Belə əzik üzük görsənməyinə baxmayın, əlinizlə düzəldəndə çox gözəl olur və o formada da qalır. Bu tripodu isə 10 manat 23 qəpiyə aldım. Uzun zamandır almağı fikirləşirdim. Qismət bu günəymiş. Həm qısa formada istifadə eləmək olur, həm də uzun formada istifadə eləmək olur. Keyfiyyətindən çox razı qaldım.